Keçən videoda yeni və sürətli QNAP cihazı haqqında danışırdıq. İndi isə sual budur. Artıq mövcud olan QNAP-ınızı necə sürətləndirə bilərik? Bunun üçün sizlərə bu iki kiçik modulu göstərək. QNAP M100 və U100 ya da U100 modelləri. M100 NAS serverin içinə M2 NVMe slotuna SSD bənzər şəkildə quraşdırılır. U100 isə USB 3.2 vasitəsilə xaricdən qoşulur, sadəcə flash kart kimi taxırsınız və işləməyə hazır olur. Bu modulların daxilində xüsusi AI prosesoru yerləşir. Çip NAS-ın neyron şəbəkə tələb edən tapşırıqları daha səmərəli yerinə yetirilməsinə kömək edir. Məsələn, fotolarda və videolarda üz və obyekt tanınması, PhotoStation, QVR Face, QVR Human Detection və s. üçün şəbəkələrin məzmuna görə axtarışı, video emalı, səhnə analizi, kadr ayırma və s. buluda qoşulmadan yerli AI modellərinin işləməsi, multimedia və məlumat emalında məhsuldarlığın artırılması. Bu isə bizə nə verir? Təsəvvür edin, minlərlə foto və ya saatlarla video fayllarınız var. Modul olmadan NAS bu materialları çox yavaş analiz edir, çünki daxili prosesor bu qədər mürəkkəb hesablamalar üçün nəzərdə tutulmayıb. Amma bu modullar əlavə güc verir və sistemi xeyli sürətləndirir. Hətta iki modulu qoşsanız, hər biri 3 teraflops güc əlavə edir, nəticədə QNAP-ınızı xeyli daha çevik və sürətli işləyir. Belə.